Bismillah. Değerli dostlar, bu gün inşallah danışacağız spirtlər və fenollardan. Dostlar, gəlir doymuş çox atomlu spirtlərə. Bəs doymuş çox atomlu spirtlər, bunlar necə maddələrdir? Bunların OH qrupları birdən artıqdır. Və bunların hidrogen rabitələrinin sayı da artıqdır. Hidrogen rabitələrinin sayının artıqlığı nə deməkdir? Bunların uyğun olaraq ərimə və qaynama temperaturunun artması deməkdir. Dostlar, spirtlərdə xarakter şəkilçisi ol idi. Əgər 2 ilə OH qrupu var, diol deyəcəyik. 3-dən olacaqsa, triol deyəcəyik. Belə bir şey deyəcəyik. Sonra keçək dostlar, birinci doymuş 2 atomlu spirtlərdən danışaq. Doymuş 2 atomlu spirtlərin ilk nümayəndələri, bunlar glikollardır və ən sadə nümayəndəsi etilen glikoldur. Minimum 2 dənə karbon atomu var burada. Formul sanki alkandan 2 dənə hidrogen çıxarmışıq. Baxın, alkanın formulu necə idi? CnH2n plus 2 idi. Sanki bu 2 dənə hidrogeni qopardıb, əvvəzdə 2 dənə OH salmışsınız. Və yaxud da hidrogenləri bir yerə yazsaq, CnH2n plus 2 O2 deyə bilərik. Və n də böyükdür bərabərdir 2-dən. Minimum 2 dənə karbon atomu var. Dəyərli dostlar, etilen glikolun formulu belədir. CH2, CH2 və hərəsində də bir OH qrupu birləşibdir. Gördüyünüz kimi doymuş maddədir. Dəyərli dostlar, bunların deməli sənayedə alınması. Bu arada buna etandiol 1,2 də deyə bilərik və yaxud da etilen glikol da deyə bilərik. Deməli, gəlin bunların nəyə baxaq? Alınması məsələlərinə baxaq. Dəyərli dostlar, bunları almaq üçün biz nə edəcəyik? Birincisi, etilen oksidinin üstünə su gələcək. Yəni, nə demək istəyirəm? Bu gördüyünüz maddə CH2, CH2, O. Bu bizim etilen oksiddir. Bunun üstünə gəlirəm su. Yəni HOH. Dostlar, nə baş verir? Gəlin, bu suyu fərqli rəngdə yazım. Nə baş verəcək? Buradan bu rabitəni qırın və hidrogeni gətirin, bu oksigenə bəxş edin. Yerdə qalan OH-ı da bu CH2 qrupuna bəxş edin. Nəticə etibarən belə bir şey alacaq. CH2, CH2, O belə qalmışdı, düzdürmü? Biz buna nə birləşdirdik? H bura gəldi, buna da bir OH birləşdirdik. Gördüyünüz kimi nə aldıq biz? Etilen oksiddən etilen glikol aldıq. Dahası növbəti metodumuz. Etilenin üstünə hidrogen peroksid gələcək. Bu daha rahat metoda oxşuyur. Yəni, nə baş verir? CH2, 2 qat rabitə CH2. Üstünə gəlir hidrogen peroksid. Hidrogen peroksid dediyimiz bu maddədir. H2O2-dir, mən bunu belə yazıram. HO, xət, HO. OH daha doğrusu. Bu şəkildə yazıram. Dəyərli dostlar, hər karbona bir dənə OH birləşdirirəm. Baxın, bu OH gətirib bu karbona birləşdirirəm və bu OH-da gətirirəm, bu karbona birləşdirirəm. Və nəticə etibarıyla maddəm belə olur. Baxın, CH2, CH2 və hərəsinə də bir OH qrupu birləşmiş olur. Sonuncu metodumuz, təbii ki, deməli, söhbət burada sənaye metodlarından gedir. Sonuncu metodumuzda nə olacaq? Visinal dihalogenli alkanın üstünə qələvi gələcək və yaxud da, deməli, soda gələcək. Və bunu hidroliz edəcək. Əziz və hörmətli dostlar, məsələ nədir? Visinal dediyimiz nə deməkdir? Visinal, halogen atomları qonşu karbon atomunda olmalıdır anlamına gəlir. Biz bunun üstünə nə gələcək? Deməli, bir qələvi gələcək. Baxın, yəni nə demək istəyirəm? Amma suda məhlulundan söhbət gedir. CH2, deyək ki, xlor, CH2 xlor. Üstünə gəlirəm, qələvi, 2 mol qələvi gəlin bunun, amma suda məhlulu. Nə baş verəcək? OH-larla xlorların yerini dəyişir. Yəni, natrium xlorları özünə götürəcək, əvvəlcə bu maddəyə 2 dənə OH verəcək. Nəticədə 2 mol natrium xlorid alınacaq və CH2 oldu mu, hərəsinə də bir OH birləşdi. Bu şəkildə. Bu arada bir şey qeyd edeyim. Mən sadəcə olaraq deməli etilen glikolun formulunu yazdım və buna biz etandiol 1,2 də dedik. Başqa bir dənə maddə sizin üçün yazıb onu adlandırım. Baxın, məsələn, belə bir maddə də ola bilər. Deyək ki, CH3, CH2, CHOH, deyək ki, məsələn, CH2OH. Baxın, belə də ola bilər maddəmiz. Bu tərəfdən nömrələyəcək 1, 2, 3, 4, bax, belə bir şey də deyə bilərik. Mən nə dedim, dostlar? Fikir verinizdə etandiol 1,2 dedim. Yəni, alkan, sonuna diol dedim. Burada da 4 dənə karbonlu bir alkan var. Buna nə deyərəm? Butan deyərəm. Butan, diol qaldı yerində
Və yenə də 1-2 deyəcəm. Çünki OH qrupunun birinci və ikinci karbona birləşdirmişəm. Yəni hökm deyil, birinci, ikinciyə birləşsin. Amma bizim misalımızda hər ikisində birinci, ikinciyə birləşmişdi. Növbəti metodumuz laboratoriyada alma prosesi. Etilenin kalium permanganat məhlulu ilə oksidləşdirilməsindən də biz nə ala bilərik? Ala bilərik bu mübarək maddəni. Yəni baxın, CH2 deməli CH2. Üstünə gəlirəm bunun kalium permanganat bu şəkildə ifadə edilir dəyərli dostlar. Bir də bunun yanında HOH var. Nə baş verir uşaqlar? Oksigenlə hidrogen əl-ələ tutaraq karbonun birinə daxil olacaq. Yerdə qalan OH da karbonun ikincisinə daxil olacaq. Və nəticə etibarı ilə CH2 hərəsinə də bir OH qrupunu verdiyimi Allah xoşbəxt eləsin. Bitdi. Bu da bunların deməli alınması metodları. Keçək bunların fiziki xassələrinə. Deməli, dostlar, etilen qlikol rəngsizdir, şərbətə bənzər, şirin, amma zəhərli mayedir. Deməli, bu suda deməli etanoldan daha yaxşı həll olur. Çünki bunlarda hidrogen rabitəsi daha çox əmələ gəlir. Ümumiyyətlə suda və etanolun hər ikisində yaxşı olur. Ümumiyyətlə 2 atom spirit 1 atom spiritlərdən daha yaxşı həll olurlar. Belə. Sonra dahası keçək növbəti məsələmizə. Dostlar, bunun kimyəvi xassələrinə. Birincisi, bunlar doymuş 1 atomlu spiritlər kimi qələvi metallarla reaksiya daxil olurlar. Yəni, nə demək istəyirəm? Baxın, biraz eybəcər yazsam. CH2 hərəsinə də bir OH birləşdirək və buna üstünə gələk bir natrium metalını. Natrium metalı buradakı hidrogenləri əvəz edəcək. Nəticədə CH2O natrium, CH2O natrium və H2 alınacaq. Təbii ki, burada bu 2 dənə natrium götürək. Bəzən şagirdlərimiz narazı verir ki, ay müəllim, orada bir natrium idi, sağda 2 natrium olur. Bax, buna görə. Keçək, sonra bunlar deməli 1 atomlu spiritlərdən fərqli olaraq çox atomlu spiritlər eyni zamanda dostlar qələvilərlə də reaksiyaya girirlər. Yəni əsaslarla reaksiyaya girirlər. Yəni 1 atomlu spiritlər bu arada indi yazacağım reaksiyaya getmirlər. CH2OH üzərinə gəlirəm qələvi natrium OH. Yenə də təbii ki 2 molekul götürürəm bundan. Uşaqlar bunu belə də yaza bilərsiniz və yaxud da bunu baxın daha rahat olsun bizə. Belə yazaq. Natrium OH. Yəni 2 mol natrium OH deməkdir. Təbii ki, nə baş verəcək dostlar? Deməli, biz natriumdan hidrogenlərin yerini dəyişəcəyik. Nəticədə CH2O natrium, CH2O natrium və 2 molekul HOH alacaq. Yəni su alacaq. Belə. Keçək növbəti məsələmizə. Dostlar, bunların turşularla reaksiyaları var. Necə ki, 1 atomlu spiritlər turşularla reaksiya daxil olurdu, həmçinin bunlarda turşularla reaksiya daxil olurlar və yenə də mürəkkəb efirləri əmələ gətirirlər. Dəyərli dostlar, bu nə deməkdir? Məsələn üçün, deyək ki, CH2OH. Yenə də bunun üstündən nitrat turşusu gəlir. 2 molekul nitrat turşusu gələcək. HONO2. Gözümün işıqları. Nə demişdik? Demişdik ki, turşudan hər zaman OH, spiritdən də H çıxacaq. Və çıxırsa, buradan nə əmələ gələcək? Təbii ki, 2 molekul su əmələ gələcək. 2 molekul H2O. Yerdən qaldı? Spiritdən qalan qalıq CH2O qaldı. 2 turşudan qalan qalıq da NO2-dir. Həmçinin dostlar, bu da mürəkkəb efirdir. Və bu reaksiyada efirləşmə reaksiyasıdır. Və əmələ gələn bu maddədə qəşəng bir partlayıcı maddədir. Keçək növbəti məsələmizə. Deməli, bunların kuprum OH2 ilə reaksiyaları var. Təbii ki, bu bunların təyini reaksiyasıdır. Niyə təyin reaksiyasıdır? Çünki burada parlaq göy rəngli alkoqolyat əmələ gəlir. Daha sonra glikolyat əmələ gələcək. Baxın, nə demək istəyirəm? Deməli, biz kuprum OH2-ni su ilə qarışdıranda o suda həll olmur. Bulanıq bir göy rəngdə bir şey əmələ gətirir. Çünki kuprum OH2 həll olmayan əsasdır. Amma mən bunun üstünə gördüyünüz bax bu maddəni əlavə eləsəm, yəni etilen qlikolu əlavə eləsəm, nə baş verəcək? Deməli, kuprum gözünə döndüyüm bu hidrogenlərin yerinə daxil olur. Nəticə etibarıyla CH2O, kuprum və 2 molekul H2O əmələ gətirir. Dostlar, bu gördüyünüz parlaq göy rəngli bir maddədir. Deməli, parlaq göy rəngli maddə əmələ gəldi ki, deyilər ki, burada sən demək var imiş çox atomlu spiritlər. Keçirik növbəti
növbəti tətbiq məsələsi. Bu etilen qlikol bizim nəyimizə lazımdır? Dəyərli dostlar, etilen qlikol birincisi, inşallah biz sizinlə növbəti dərslərimizdə öyrənəcəyik. Lav Sunleaf'in istehsalında istifadə olunacaq. Dioksan və partlayıcı maddə istehsalında istifadə olunacaq. Bayaqlar xatırlayırsınız demişdim, nitrat turşusu ilə bunların birləşməsi əla bir partlayıcı idi. Dahası, deməli, bunların suda məhlulu çox aşağı temperaturda donur. Ona görə də maşınlarda bunu antifriz kimi istifadə edirlər. Keçək növbəti məsələmizə dəyərli dostlar. Çox atomlu spirtlərin növbəti nümayəndəsi 3 atomlu spirtlərə baxın. Bunların ümumi formulları sanki alkandan, yəni CnH2n plus 2-dən 3 dənə hidrogen çıxarıbsınız. Yəni nəticədə qalıb CnH2-1 və ona 3 dənə OH birləşdirmişsiniz və yaxud da bütün hidrogenləri bir yerə yığsaq CnH2n plus 2 O3 şəklində göstərə bilərsiniz. Və n də böyük bərabərdir 3-dən. Yəni minimum 3 dənə karbon atomu var və iş nümayəndəsi də gliserindir və yaxud da propan triol 1-2-3. Baxın, mən bu maddənin formulunu yazıram. CH2, CH2 və hərəsinə də bir OH birləşdirirəm. Bu məşhur gliserin və yaxud da propan triol 1-2-3-dür. Bunların deməli alınması məsələsi. Birincisi, bunların yağların qələvi mühitdə hidrolizindən bunları almaq olar. Gəlin, sizin üçün yağların qələvi mühitdə hidrolizini yazım. Bu nə deməkdir? Ümumiyyətlə, biz sizə inşallah ki, mürəkkəb efirləri keçəndə yağları biraz da dərindən keçəcəyik. Amma hər halda belə bir maddə var. CH2, CH2, O və bir də burada dostlar belə bir şey var. COR. R dediyimiz radikaldır dəyərli dostlar. İnşallah gələcəyində biz bunu daha dərindən öyrənəcəyik. Narahat olmayın buna görə. Bunun qələvi mühitdə hidrolizini aparaq. Yəni bunun üçün nəyə gələk? Natrium OH gələk. Görün nə baş verəcək. Dəyərli dostlar, həmin bu deməli natrium öz dostu tanışın. Yəni bu qrupu bütöv götürək. Birləşdirib bu qrupa. Fikirlərini qoy, mən bunu haşiyə alım. Baxın, bu hissə ilə bu hissələri birləşdirək. Təbii ki, üçündə də belədir. Bax, bu hissə ilə bu hissəni birləşdirirəm. Yenə də bax, bu hissə ilə bu hissəni birləşdirirəm. Nə olacaq dostlar? Burada təbii ki, 3 molekul R, C, O natrium alınacaq. Və nə alınacaq dostlar? Bir də yerdə qalan H-ları da baxın bu qrupa birləşdirəcəm. Bu qrupu da bir. Bax, bu qrupu görürsünüz. Bu qrupa da yerdə qalan H-ları birləşdirirəm. Və nəticə etibarilə nə almış oluram? Gliserin almış oluram. Yəni CH2, CH2, OH-larla belə qəşəng düzey bura aldıq gliserin, təbrik edirəm sizi. Bu metodla almaq olar mı? Olar, problem yoxdur. Sonra bir də biz propilenin oksidaşmasını alacaq. Əslində burada bir balaca, belə deyək, dolay bir metodlar olacaq. Propilen üstünə oksidləşdirməklə akrilein alacaq, sonra alil spirt alacaq, sonra gliserin alacaq nəhayətdə. Mən sizə bu mərhələləri demirəm. Birbaşa baxın, propin yazıram sizin üçün. CH3 və yaxud da propilen və yaxud da propin heç bir fərq yoxdur dostlar. Bax, maddəmiz budur. Dediyim kimi, bu mərhələlərlə baş verir. Bunun üstünə oksigen gəlirlər, hidrogen peroksid gəlirlər və uyğun olaraq akrilein, alil spirti və axırda gliserin alırlar. Mən dostlar, ən son mərhələni sizin üçün yazıram ki, buradan gliserin alacaq. Yəni, C3H5 OH 3 dəfə. Bax, bu maddəni alacaq. Sonra keçirik növbəti məsələmizə. Dostlar, bunların fiziki xassələrinə. Gliserin rəngsizdir, şərbətə bənzərdir, şirindir, amma zəhərli deyil. Baxın, etilen glikoldan fərqi budur. Etilen glikol zəhərli idi. Bu higroskopik mayedir. Su ilə qəşəng həll olur. Etilen də həmçinin, daha doğrusu etilen glikol da qəşəng həll olurdu və çoxlu hidrogen rabitəsi əmələ gətirdiyindən uyğun olan digər spirtlərdən daha yaxşı həll olurdu. Həmçinin burada da çoxlu hidrogen rabitəsi əmələ gəlir, onlara gözəl həll olma qabiliyyəti var. Gələk bunların kimyəvi özəllərini, kimyəvi xassələrinə. Dostlar, birinci bunlar 2 atomlu spirtlərdə olduğu kimi qələv metallar və qələvlərinə reaksiya daxil olurlar. Yəni, gəlin belə bir şey eləyək sizin üçün. CH2, CH2. Burada bir OH-larını qəşəng bir şəkildə yerləşdirək. Dostlar, bunun üstünə birinci gələk qələvini, daha doğrusu qələvi metalı gələk.
həmin metallarla hidrogenlərin yerlərini dəyişək və nəticə etibarilə nə alınacaq? Alınacaq H2. Üstünə gəlirəm. CH2O natrium, CHO natrium və CH2O natrium. Burada uşaqlar bir şeyə diqqət edək. Əgər spirt bir atomlu olarsa, baxın, metalla reaksiyadan yarım mol hidrogen alınırdı. Spirt 2 atomlu olarsa, metalla reaksiyadan 1 mol hidrogen alınır. Yox, spirt 3 atomlu olarsa, yəni bu gliserin kimi, o zaman 1,5 mol hidrogen alınacaq natriumdan reaksiyadan. Həmçinin qələvin ilə reaksiyada tamına eyni məntiq, eyni qaydadır. Yəni, baxın, CH2OH, nə bilim, baxın, CHOH, sonra CH2OH, üzərinə gəlirəm qələvi. Məsələn, natrium OH. Baxın, bu zat-ı müxtərəmləri bura yazaq və nə baş verəcək? Ey, möhtəşəm insanlar. Deməli, natriumla hidrogenlərin yerini belə qəşək dəyişsək, alınacaq CH2O natrium, CHO natrium və CH2O natrium ki, bir də 3 molekulda nə alındı? Su alındı. Bu şəkildə. Sonra keçək, bunların da həmçinin deməli, turşularla efirləşmə reaksiyaları var. Gəlin onlara bir diqqət eləyək. Dəyərli dostlar, turşularla olan reaksiyalarında məsələ nədir? Məsələn, deməli, belə bir maddə yazım sizin üçün. CH2OH, elə gliserini yazılır, yəni ayrı bir şey yazmayacaq. Bunun üstünə gəlirəm dostlar, mən nitrat turşusu, 3 molekul nitrat turşusu gəlirəm. HONO2, HONO2 və HONO2. Dəyərli dostlar, görün nə alınacaq. Deməli, turşudan OH, spirtdən H, turşudan OH, spirtdən H, turşudan OH, spirtdən H dedik, 3 molekul H2O əmələ gəldi. Nəticədə yerdə nə qaldı? CH2O, CHO, CH2O və bir də nitrat turşusunun qalıqları. Dəyərli dostlar, bu gördüyünüz maddə nitrogliserindir. Deməli, dostlar, nitrogliserin mürəkkəb efirdir. Sonra yağa bənzər ağır rəngli, rəngsiz mayedir. Ağır daha doğrusu rəngsiz mayedir. Bu qəşəng bir partlayıcıdır. Hətta zərbənin təsirindən belə partlayır. Və partlayanda diqqət edin, karbon qazı, su buxarı, azot qazı və oksigen qazı alınır. Bir dənə fikir verin. Görün nə qədər qaz halında maddə alındı. Bu özü bir maye idi. Bələcə bir həcm tutmuşdu. Amma buradan qaz halında maddələr alınır. Bir dənə gəlin molları toplayaq. Molları toplayanda nə olur? 12 üstə gəlirəm 10, 22 üstə gəlirəm 6. Neçə dedi? 28, bu da bir 29. Dostlar, 29 mol qaz əmələ gəlir. Bu balaca bir şey deyil, ha. Əməlli başlı partlayıcı güc deməkdir. Yəni 29 vursun 23,4 litrlik bir şey deməkdir. Bax, beləcə bir miqdardan. Ona görə də dəhşətli dərəcə güclü bir partlayıcıdır. Bundan çox ehtiyatla davranmaq lazımdır ki, hətta belə deyək, zərbənin təsirindən partlayır. Yəni təsəvvür edin, siz bunu hazırlayanda biraz qarışdırma mərhələsində sərt qaşığı divara vursanız, bitdi, əl üzdə partlayacaq. Ona görə də siz olun, nitrogliserin alıb partlatmayın. Keçək bunların digər xassələrinə. Dəyərli dostlar, bunlar kuprum OH2 ilə çox atomlu spirtlərin xarakterik reaksiyasıdır, təyini reaksiyasıdır bu. Kuprum OH2 ilə reaksiya daxil olar. Yenə də parlaq göy rəng gündəmdədir. Sadəcə olaraq belə deyəcək. CH2, CH, CH2, OH-larında belə qəşək düzürük dəyərli dostlar. Nə baş verir? Bunun üstünə gəlirəm kuprum OH2 dəfəni. Ey möhtəşəm insanlar. Deməli, mis burada hidrogenlərin ikisini əvəz edir. Nəticədə 2 molekul su alınır və yerdə nə qalır? CH2O, CHO, sonuncusuna isə toxuna bilməyib. Elə bu belə də qalıbdır. Buradan da bir kuprum birləşir. Dostlar, həmçinin bu da parlaq göy rəngdə bir maddədir. Bu da həmçinin təyini məsələsidir. Keçək, bunu niyə istifadə edirlər? Bu gliserin nə üçün lazımdır? Gliserin, nitrogliserin və dinamit istehsalında istifadə olunacaq. Həmçinin yumşaldıcı olduğundan krem, nə bilim, dodaq boyası, diş məzunu, sabun falan istifadə edici, sabun kimi istifadə edəcəklər. Sonra bəzi kremlər var ki, deyək ki, məsələn, dəri nəmləndiricidir, yumşaldıcıdır. Belə kremlər kimi istifadə edəcəklər. Sonra gön dəri istehsalında bunlardan istifadə edəcək. Toxuculuq sənayesində parçalara
elastiklik və yumşaqlıq vermək üçün istifadə edilir.